Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri Cəhalət mühəndisliyinə qələbə proqramının 210-cu bölümün başlayıran bir sahələrə ayrıla bilirlər. Yazı uyğarlığıdır, düşüncə uyğarlığıdır, anlayış uyğarlığıdır, din anlayışı, ixtiraat, iktişafat, coğrafiya, riyaziyyat, həndəsə, hünər, qiymətli daşlar, döhdürlük, mal-heyvan döhdürlüğü, adam döhdürlüğü, davalar, dərmanlar, təfsir, şeir, tarix, çoxlu sahələrdə bu uyğarlığı, yazı uyğarlığın və dil uyğarlığını görürük. Və bu o yalanlar ki bizə deyiblər türk dilində, türklər, türk tarixində türk dilinə xidmət eləməyiblər, bunların hamısının heçə puça çıxadır. Nümunə üçün dedim, fars dilində çox keçən 100 ildən öncəkin əlbəttə nəzərdə alsaq, bunların çox olsa bir 300 dana kitabları var fars dilində yazılıbdır, türk dövlətlərinin huzurunda və xədəmatı ilə yazılıb əslində, himayəti ilə yazılıbdır. Amma türk dilində yazılan kitab İslam dünyasının və müsəlmanların bəlkə ikinci dili olaraq, ikinci din dili, anlayış dili, siyasət dili, ordu dili, əlbəttə onlarda birinci dildir, yəni siyasətdə, orduda, toplumda ikinci dil, birinci dil hesab olur. Sadəcə din məsələsində birinci dil ərəbcədir. Ərəbcədən güclü də olmasa, ərəbcədən dalı dil deyil. Mən də bunu bilmirdim. Düzünü axtarsaz, mən də deyirdim ki, ərəbcədə bir kəlməni verirsiniz, məsələn, bundan yüzlər kəlmə çıxır ərəb dilinə. İndi yavaş-yavaş bu kitablarla gördüm ki, türk dilinə də bir kəlməni verirsiniz, ondan yüzlər cürə kəlmə sizə çıxadır. Elə bunu da bu kitablardan öyrəndim. Bu şeydə yoxdur, o birisi dildə yoxdur. İndi gedək görək bugünkü şansımıza hangi kitab çıxacaqdır, ona da bir baxaq. Bilirsiniz ki, 3-4 həftə, şayət bir ay yarım bundan qabaq hətta, bir 180 kitab download elədik, indirdik ki, onları yavaş-yavaş başlayaq, oxuyaq və bir yerə yetişdirək. İndi gedək onlardan bir neçəsinə baxaq, görək ki, nələr vardır. Dünənləri tibbi mənzumi oxuduq, yəni keçən cələsədə. Bugünkü cələsədə Sehil Hədis deyə bir kitabdır. Bunu bir açaq və bir də bunun yanında bir Mövlana Cəlaləddin Türki. Bunu açaq. Görək ki, bunlar nə deyirlər bizə? Əvvəl bu kitabları bir böyüdək, buna baxaq. Bu Sehil Hədis deyilən kitab çox heyf olsun ki, bizim məmləkətimizdən çıxılıbdır. Zahirən 901 Hicri qəməri ilində yazılıbdır. Yəni 546 il öncə. Hardan deyirik? Buradan deyək. Deyək, indi 1447-ci qəməri il deyək. Ondan çıxaq 901-ci ili. 901 il ondan çıxsaq, kitab ha zaman yazılıbdır. 546 il öncə bu kitab yazılıbdır. Bu dediğidir. Kitab harda saxlanır? Bir ona da baxaq, görək ki, bu kitab Mahmud. Burada əlbəttə bir Mahmud oxuya bildik. Fransızca yazılıbdır. Türk dilində Oriental şərqşünaslıqda Əli Şiri Nəvai. Əli Şiri Nəvai adı oxunur burada. Kitab harda? Fransada saxlanır.
Onu da buradan eləyə bildik çıxaq. Normalda bunlar kitaba bir şey qoyurlar. Yəni bir tarix qoyurlar ki, hansı tarixdə yazılıbdır. Bir ona da bir baxsaq, görərik ki, nələr var, nələr yoxdur. Görmədim orada. Görsəm də çünki mən fransızca bilmirəm. Onu heç tanımadım. Burada nə oldu? 4 dənə. Dünənki kitabları da açdı. Tamam. Kitabı əvvəl biraz kiçildək bir onun kağız formatına baxaq, görək ki, kağız nə cürdür. Görürsünüz, kitabın cildi zahirən su keçibdir. O gön ki qoymuşmuşlar üstünə, o da aradan gedibdir. Kitabın burada görürük ki, çox bir dağılmış vəziyyətdə cildin görürük, çox da su keçibdir. O birisi tərəf cildinə baxanda görürük ya iç cildinə, ehtimalən cildin içidir. Eşik cildi oyudur gördük. İçəri cildi açıb vərəqi vuranda girəndə içəriyə sağ tərəfdən görürük ki, bir gözəl kağızın üstünə və yapışdırıblar bunun üstünə. Bu Osmanlı dövrünün ixtiraatından, iktişafatından ola bilir. Bilmirəm bu nəqqaşinin, bu rəsmin kökü hardan gələ bilir, onu bilmədiyim üçün o haqda çox danışmayayım, amma bu Osmanlı dövrünə aid olduğu qətidir. Burada bir səd kəlmə görürəm, amma qalanı hədisi, bu nədir yazıbdır burada? Hədisi ərbəin məə səd kəlmə. Bu kitabın adı əslində bu 2 danadır. Hədisi ərbəin 40 dana hədis məə farsda desək bəhəmrahı. Səd kəlmə ilə bərabər. Səd kəlmə də bunun kitabı yenə buradan baxırıq. Bura Şirazəsidir. O cildinə kitablar yapışan yeri ki, bir-birinə yapışdırıblar. Orada görürük ki, burada cırıqı vardı və biraz şey olubdur. 2-ci, 3-cü səhifələri də gördük. İndi gəldik, burada möhrü görürük. Bu möhrü hara möhrüdür? Onu da əgər eləyə bilsək oxuyaq. Şəfəq. Bu kitabxananın 9000 nömrəli, 9656-cı nömrəli kitabdır. Hər halda bunu oxuya bilmədim. Bu kitabı cildin, kağızın üstünə bunu çap ediblər, vurublar. Kitab bəlli oldu ki, Əmir Əli Şirinəvai dövründə və onun fərmanı ilə yazılan kitablardan biridir, 40 hədis. Bunun yenə bir şeyinə baxaq. Deyir ki, bu 26 səhifəlik bir kitabdır. Yəni, ehtimalən elə hər səhifədə bir dana qoyduq üçün 26 səhifədir. Yəni, bunu biz çox rahatca eləyə bilirik ki, 2 saata oxuyaq. Əlbəttə bilirik ki, Əmir Əli Şirinəvai bugünkü Əfqanistan deyilən yerdən ki, türk torpağıdır. Orada yaşayıbdır, orada hakimiyyət qurubdur, dövlətinin mərkəzi oradaymış və çox bugünkü dilindən desək, roşənfikr və ziyalı bir dövlət imiş. Bu dövlətdə elmə, ədəbiyyata və danışıqlara çox qiymət verilmişlər. Onları qiymətləndirdiklərindən dolayı şairlər, yazarlar, düşünürlər ora çox gedirmişlər o zaman və kitablar ki yazılmışlar, onların da üstündə işləyənlər, çox adamlar var imiş ki, bu kitabları nəqqaşlıq eləsinlər, təzhib eləsinlər, kağızlarını düzəlsinlər, üstündə yazsınlar, bunu nəqqaşlıq eləsinlər, xəttləri xoş yazsınlar, xəttkeşlik eləsinlər. Bir 40 hədis, bir də 100 kəlmə deyə bir kitabla üzləşirik. Baxsınız, görürsünüz ki, bu Azərbaycan imperatorluqlarında, yəni Səfəvidən bu günəcən yazılmış Azərbaycandakı kitablarla və hətta Osmanlı dövlətində yazılmış kitablarla çox fərqlidir. Osmanlı dövlətində yazıldığı kitabların birinci səhifəsinin ki, indi burada görürük, bu səhifənin üst tərəfi bu üç dövlətdə fərqlidir. Hindistandan hələ buracan bir kitab oxumamışıq. Görək ki, o Babili dövlətində kitablar yazılanda nə cür yazılırmışlar. Amma burada Osmanlı dövlətində iki yerə bölünür.
Hətta 3 yerə deyə bilirik bölünür. 3 kadr olunur bu yazının birinci səhifənin başı. Əvvəl o Bismillahirrahmanirrahimə bir kaşilər qoyulur. O cür bir şey var ki, onun içində yazılır. Burada da görürsünüz. Birinci çox böyükdür. Bu Bismillahirrahmanirrahim yazılan yer çox böyükdür və çox ciddi nəqqaşilərlə bunun həm arxası, yəni o Bismillahirrahmanirrahim ki yazıb onun arxası, həm də qıraqları çox ciddi, gözəl nəqqaşlıqlarla boyanıbdır və düzəlibdir. Mən indi bunu bu yekəlikdə yekətdim. Dostlar YouTube-dan canlı baxırlar, bunu görə bilərlər. Çox bir gözəl bir nəqqaşlıqdır. Yəni neçə dana beyzidən təşkil tapmış deyə bilərik ki, bir şeydir və müstətillərdən düzəlmiş bir varlıqdır. Nəqqaşilərdirlər. Çox gözəl, çox gözəl. Əlbəttə burada məsələn ortada 2 dana yumru var. Bunların içində əcəba yazı var, yoxdur, yəni fəqət nəqqaşlıqdır. Onlar bu kitabda görsənmir, çünki o qədər də əkslər düzət salmayıblar ki, güclü salmayıblar ki, bunların cüz'iyyatı da yekəldəndə görünsün. Bu da bundan. İndi Osmanlıda bu Bismillah yazılan yer kiçikdir. Sonra onun üstündə bir minarə kimi gəlir. Sonra o minarənin üstündən bir şeylər göyərir göyə tərəf. Səfəvidə o göyə tərəfi yoxdur və bu minarənin içi də sadədir. O Bismillah minarə də deməsək günbəz deyək. Günbəzin üstü, minarə yox, günbəzin üstü kimi. Burada görürük ki, o günbəz bu onlarla daha fərqlidir. Görürük ki, Bismillaha çox böyük yer verir və onun üstündən də yenə bağlıdır. Bunlar bağlıdırlar. Burada görürük ki, bağlıdır və bir şey də üstə getmir. Elə çox ciddi bir nəqqaşlıqdır. Ondan sonra mətnə yetişirik, mütəəssifanə görürsünüz, rəh dağılıb. Burada bunu görmək olur. Kitabı yenə kiçildək ki, səhifəmizə yerləşsin. Bunu kamil görək. Şeirimiz görürük ki, qabın içindədir. Çarçıvə çəkilibdir dövrəsinə, neçə dənə o nəqqaşının dövrəsində olduğu üçün. Sonra da misrələr və şeirlər bir-birindən xətlə, yenə də çarçıvə ilə ayrılıbdır. O birisi səhviyyə gedirik da, onlarda o nəqqaşı yoxdur, amma bəzi kitablarda görmüşük ki, hər səhifəsində bir cürə bir nəqqaşısı var. Onu da görmüşük. Burada gəlirik, görürük ki, çarçıvəsi vardır. 1, 2, 3, 4, hələ desək, ən azı 4 dana çarçıvə ilə ya 2 rənginlə ya 3 rənginlə 4 çarçıvə ilə bunu görürük. Ağa hələ nəzərdə tutmasaq. Ondan sonra yetişir şeirin içinə və orada da görürük ki, hər tərəfi 2 dana xətt ilə bir-birinə yaxın xəttkeşlik eləyiblər və çarçıvə düzəldiblər, ayırdıblar. O birisi səhviyyə gedirik, yenə görürük ki, burada eyni şəkildə şeirlə ehtimalən yazıblar. O tamam hədisləri ehtimalən şeirlə yazıblar. Əlbəttə ərəbisini yazıb Əl-Müslimin mən sələməl muslimunə min lisanihi və yədihi. Müsəlman o adamdır ki, müsəlmanlar onun dilindən və əlindən sülhüdə qalalar. İslam səlimə sözündən gəlir və səlamət sülh mənasındadır. Mən heç bunu bilirdim, əlbəttə əslisini dünənləri ərəb bir məqalə oxurdum, orada gördüm. Əs-sohbətu təmnəur rizq. Əs-sobhatu Əs-sobhatu oxuyaq, bu nə? Əs-sohbətu Əs-sobhatu Əs-sobhatu təmnəur rizq. Sübhə nədir bilmirəm. Rizqin qatməsə
Mehriban olmasa Allah da ona rəhmət eyləməz, o fütufət göstərməz. Calibdir bu hədisi mən eşitməmişdim ki, belə bir hədis vardı. Birinci dəfə. Yushib ibn Adəm və yushib fih xisletani el-hirsu və tulul əməl. Burada indi bu yushib ibn Adəm yushib fih xisletan. İnsanlar bir-birlərinə Adəm oğlanları, yəni bizlər, insan oldu. Bir-birinə yushib şəbihdirlər, bənzərdirlər. İki şeydə də xislətləri, xislət ilə biz də türkcədə bunu xislət işlətmişik. İki şeydə də xasiyyət deməmişik, xislət demişik. Xislətləri iki şeydə birdir. Bir hirsidə, hirs yəni bir şey mənim olsun, hey çalışır ya, arzu elə. Bir də əməl, arzuda. Deyir bir ərzidə, bir də hırsıda insanlar bir-birinə taydılar. O birisi səhifəyə baxsaq, bu səhifənin dövrəsi baxsaydınız, görərdiniz ki, bir abı və qızıl onun içində qızıl səpmiş kimi görsənir. Bu birisində görürüz ki, o biraz sarı ya noxudu deyək, gəndə içində bir qızılı, amma zeytuni rəng görsənir. Üçün ağ olduğu üçün bu zeytuni görsənir, qızılı rəngdə amma. Gəndə də burada Əd-dünya məl'unə, məl'unun ma fiha illa zikrullah taala. Dünya məl'un bir yerdir. Lənət yəni pis. Məl'un demək, indi bunu ərəbcəsini mən burada yazım görürüm ki, məl'un sözünün ki biz işlədirik, Allah lənət eləsin deyirik. Yəni nə mənə? Ma mə'nə əl-məl'un. Məl'unun mənası nədir? El-mə'lun yəni əş-şəxsul-ləzi ləhqəthu la'nətullah. Allahın lənəti ona yapışar. O əlləzi yəl'ənəhun-nas o yən'ətünəhu bil-ari vəl-xəzyi vəd-dəm. Onu ya da ki, bu görürsünüz burada mənası dəyişir. Deyir ki, Allah ona lənəti yapışdırar ya da ki, insanlar, ən-nas, insanlar ona lənət elərlər. O yən'ətünəhu bil-ari vəl-xəzyi vəz-zəm. Ya da ki, onu arıla, arı yox, namusu yox, deyərlər, arı yiyibdir, namusu neyniyibdir, ondan. Arıla, xəzyi, ehtimalən xuzlanla, əşğalıqla və zəmm pisliqlə. Yətləqul müstələhu əla kulli məlir. Məani izafiyyə mətrudun o məbud. Uzaq, mətrud olmuş, tərd olunmuş. Məsələn, rəcim ki deyirik, yəni daşlanmış, şeytani rəcim, yəni daşlanmış. Mətrud yəni qovulmuş. Şəxsən səməttərədəhu o əbədəhu, uzaqlaşdırmaq. Məkruhun o kərih. Məkruh və kərih. Kərih yəni pis görsən, pis. Məşruh deyilə yəni həmanda pis. Təstəxdəmü li-işarəti ilə əyyi şeyin məkruhun əv ziraihatin kərihatin. İşarədir ona ki, yəni bir şey ki pisdir ya da pis iyi var. Misli təamül kərihəl-ləzi yüsəmmə təamül məl'un. O bir dənə qəzayı ki, ya yemək ki, onun pis iyi ola, ya pis görünə, ona deyirlər təamül məl'un. Pəs pis yəni, pis əslində pis. Bir iş lənət yəni ki, çox pisdir. Bunu da biz oradan işlətmişik, ərəbcədən almışıq, heç bilməmişik nədir. İndi gələk görək ki, nə var. Hədisləri oxumuruq hələ, bunu əvvəl geçək bir baxaq kitabın qiyafəsinə. Kitab çox gözəl qalıbdır. Bu kitabları insafən o zəhmət çəkdikləri üçün saxlamağında da çox diqqət olunubdur. Çox gözəl, hətta hədislərin də hərəsini çalışıblar, bir rənglə hər səfədə yazalar ki, ayrılsın. Məsələn, burada əl-iddətü din. Bu nə mənədir? Əcəba bu hədisin da yox elə, özü bir hədisdir, təhcanına bir hədisdir. Bir də əcəba bunları Həzrəti Rəsul deyibdir ya yox, orada şək ki var. Çünki insanlar bəzən çox yaxşı şeyləri Həzrəti Rəsula deyirlər, bağlırlar. Burada elə bir nəzərə gəlir ki, su gəlib kitaba biraz.
Əgər bu səfənin üstünə diqqət etsəz, bəllidir. Bu kağızlar ki görürük, bunlar bu günləri müqəvva dedikləri, yəni karton dedikləri kağızlardan düzəlmiş olubdur ki, belə nəzərə gəlir ki, onlardan düzəlibdir. Yenə də üstdə görürük ki, bunun su gəlibdir və elə ki, axırına yetişdik. Buradan da sonra 100 kəlmə olacaq hətmən. Yox, buradan da sonra kitabın cildinə yetişirik ki, cildi göstərir ki, indi burada göstərir, cildi nə qədər zırılıb, dağılıbdır, onu gördük. Bu cildin üzünün bir tərəfi salim qalıbdır, onu göstərir. Çox gözəl. Əlbəttə o birisi tərəfdə salim qalıbdır. Cildləri, zadları da göstərdiyi üçün. Gəldik, indi bir də əvvəldən başlayaq bu kitabı. Yəni bunları da hesab qoyanda 1. Baxın, burada hesab olur 1, 2, 3, 4, 5, 6, 7, 8-də keçəndə başlayır. O başlayanda bir neçə səhifə yenə şeydir. İndi bunu biraz gəldik, görək eləyə bilərik, oxuyaq ya yox. Həmd ana kim kəlami xeyr məal qıldı ilqar söylədiysə irsal qıldı ilna rəsulidən irsal ilqa bizə ilna ilqa həmd ana anga həm anga kim kəlami xeyr məal ya bəli xeyr məal qıldı ilqa rəsulidin irsal rəsul eylədi irsal rəsulidin eylədi irsal ol rəsuli kim həm kəlam fəsh ilqa yetgürdi həm hədis-i səhih yetirdi həm hədis-i səhih ta ulusun cəhlidin xilas bulub ulus millət dediyim kimi mən öncələrdə bunu bir dəfə demişəm. Nəzərimə gəlir ki, ulus sözü ki Türkiyədə işlənir. Bu taza bir sözdür. Atatürkdən sonra, bu Mustafa Kemal Paşadan sonra ortaya çıxan bir sözdür. Amma bu kitablarda öyrəndim ki, ulus sözü türkcədir və millət sözünün ki bugün modern dildə nation deyilir İngiliscədə və İranda ona milləti iki nöqtəli millət deyə deyirlər. Ona ulus deyirmişik biz. Ta ulusun cəhlidən xilas bulub elmi xəlvətgəhi ka xas bulub elmi xəlvətgəhi ka həmən na xas bulub. Çün tamdığın nəcat tapqaylar tapmaqlar taparlar. Çün tamdığın nəcat tapqaylar ucmaq içində ölmək anlamınadır. Amma bir dünyadan bir ayrı dünyaya köçmək anlamınadır. Uçmaq. Ucmaq yazıb burada. Ucmaq içrə həyat tapqaylar, taparlar. Cəllə zikruh zəhi ali rəfi İzzə qədruh zəhi rəsuli şəfi. Burada bir yer boş qoyublar ki, bu şeirə başlıq yazsınlar, yazmayıblar. Yaddan çıxıb ehtimalən. Ya da şəxsən yazmayıblar. Deyiblər ki, beləsi qalsın. Cün səfa əhli pak fərcami bak fərcamu bak fərcami bak fərcami bak fərcami. Əvvəlcində pak idi. Cün səfa əhli pak fərcami bak fərcam fərcam bak fərcami.
Burada bac nə anlamdadır, doğrusunu desək bilmirəm. Fərcam da ki, bilirik da, yəni sonuc. Amma bilmirəm ki, əcəba burada o anlamda işlənir, yoxsa yox. Ol yəqin sarı dəstgir mənqa bizə. Cəmdir burada. Ol yəqin sarı dəstgir bizə mənqa qiblə və ustad və pir mənqa. Həm qiblamızdır, həm ustadımızdır, həm pirimizdir. Ki tutubdur tur. Ki tutubdur cəhanını təsnifi. Nəzm-i divani nəsr-i təlifi. Nəzm-i divani nəsr təlifi. Təlif ülfətdən, amma burada mənzur və murad budur ki, yəni yazmaq. Çünki Hicrəddin il arasında söz Çünki Hicrəddin il arasında söz 86 idi yo 800. Tamam, 886-cı ildə bu kitabı yazıblar. Biz burada üstdə oxumuşduq ki 901. Amma burada nə dedi? Dedi, çünki hicrətdən il arasında söz, indiki istiruq hicrətdən ilin arasında sözü gəldi ki, hangi ildədir? Ona görə yazaq ki, 86 idiyo 800. 886-cı ildə Hicrəti Həzrəti Muhammed sallallahu aleyhi və səlləmdə bu kitab yazılıbdır. Yəni o ki orada yazmışlar 901-ci il, o deyil. İndi bunu kitabın tarixi getdi arxiyə. Yəni nə cür olacaq? Deyəcək 1447-ci ildən əgər çıxsaq 886 ili çıxsaq 561 il öncə bu kitab yazılıbdır. Bunu da burada yazaq. 561 il öncə kitab yazılıbdır. Kitabın da adı dedik ki, indi kitabın adını görək nə deyəcəkdir özü. Burada yazıblar Çehil hədis, farsça yazıblar. Əlbəttə, əcəba Çehil fars sözdür ya türk sözdür, onu gərək dostlarımız ki, dil məsələsində ciddi işləyirlər, onlar desinlər. Mənim kimi savadsız insanın bu haqlarda sözü demək yaxşı deyil, amma nəzərimə gəlir ki, Çehil sözü türkcə ola bilər. Amma baxaram, bunun üstündə özüm də bir fikirləşərəm. Burada da yazım gözümün önündə olsun, görək ki, Çehil dediyimiz nə anlamdadır? Çəhdən gələ bilər. Baxarıq, görək nədir? Dostlardan da soruşarıq lazım olsa. Kim mana töhfə əyan qıldı? Kim mana töhfə əyan qıldı? Töhfə yox, türfə bəyan qıldı. Töhfədən də geçdi, türfə oldu. Az görünən bir şey, türfə. Gedək o birisi səhviyyə. Nəsr ilə nəzmi mürəkkəb etib. Nəsm ilə, bu kitabda nəzm ilə nəsri qarışdırmaq. Mürəkkəb, yəni qarışdırmaq. Farsi nəzmi ilə mürəttəb edib. Farsı dilində deyir ki, bunu mürəttəb elədi. Ərbəini çıxardı. Kim canlar? Ərbəini bəzi canlar, bəzi dostlar bu ərbəini çıxartdılar. Ərbəin yəni 40. Bəlkə 40-lı ərbəin çıxarğanlar. Bəlkə 40-lı ərbəin çıxarğanlar. Bu 40-lı ərbəini çıxardanlar. Ehtimalən 40-lı həman 40-lı olacaqdır, amma dəqiq bilmirəm 40-lı özü nədir? Çıxarğanlar. İnşai məqsud ərbəin din nə üçün ki əhli şühud. Niyə ərbəin dedilər? Ərbəin din
yəni 40-dən nə üçün ki əhli şuhud ki 40 dana şahid şuhud əhli ürəkləri ilə ağılları ilə ehsas duyğuları ilə görən insanlar. Farsidanlar ilə ban idrakə. Farsı bilənlər. Farsı bilən çox azmış. Çünki bu dili türklər yaradıblar. Onun üçün bunların bir iddə farsıdan var. Fars yoxdur. Farsıdanlar ilə ban idrakə. Onlarla cir idrakə. Ari irdi. Bu nəf'idin arakə. Ya da ətrakə. Ətrak da oxuya bildik. Çünki burada T görünmür, amma üstündə 2 dənə nöqtə qoyubdur. Ari irdi. Ari yəni bunu ayırmaq mənasına gəlir. Ari bölmək, təmizləmək. İrdi. Bu nəf'idin ətrakə. Bunun türklərə, yəni o farsı dilini yaratıblar ha. Onun bir türklərə faydası var. Üstadım kim bu xeyli həm bari bulmaqlılar bu nəf'idin ari. Deyir ki, mənim ustadım ki vardı, o üstadım kim nuxil həm nuxil mənasını bilmirəm nədir. Mən buxil oxudum, amma buxil deyil, nuxildir. Ya da ki, nuhil həm nuhil də oxuna bilər. Çünki əgər bunu nu oxusaq, onda x olmaz, düzdür. Ustadım kim bu nuhil həm bari bulmağıylar bu nəf'idin ari. Bu nəf'idən deyir, aridirlər. Yəni, bu fars dilinə öyrənməyiblər. Min dimakini tüməddüa ilab. Min dimakini tüməddüa ilab. Bunu oxuya bilmədim. Mübinü min oxunur. Dimakini tüməddüa ilab. Ol icazə tüməddüa ilab. Tüməddüa elədi. Ol icazət verib dua ilab. İcazə verdi. Sən bu işi görə bilərsən və dua elədi. Müddəa üçün bari səva verdi. Hər dua qıldı, müstəcab verdi. Deyir ki, o da hər duası müstəcab olardı. 1-2 gün ki ehtimam ettim. 1-2 gün. Ehtimam himmət qoymaq, ərəbcə sözdür. Köz tutardın, burun tamalım yettim. Ehtimalən birdən. Köz tutardın, birdən təmalüm yettim. Təmalüm ehtimalən təmayül kəlməsi olmuş ola, bilmirəm. Bar ümidim ki şah, bar yəni var. Bar ümidim ki şah şər'ayin ki bəni şər'iğə pərvər təzyin. Ki bəni, məni şəriğə, öz şərinə, o şahı şər'ayin şərinə pərvər təzyin, məni ondan bəzər. Pərvər ehtimalən türk sözdür. Səsindən də bəllidir, pərvər. Pərvəriş diləmək ondandır. Yəni, pərvar sözü də bundandır. İndi bu əcəb qar qarılır. Dünən gecə qarlayıbdır. Bizim eşik donub, küçəmiz burada yaşırıq, donubdur. Amma indi də göydən belə min əli ilə qar tökülür. Yəni, belə getsə bir yarım saata yolzat bağlar hər yer. Tamam. Çün ol oraq sarı salğay göz
göz saldıq oğrağa, çün ol oğraq sarı, salğay göz. O vərəqlərə, o kağızlar ki yazıbdı, ona göz saldım. Bizim göz salmaq çox mühüm şeydi, indi işlənmir. Göz saldım, baxmaq yerinə, yəni göz saldım, göz atdım. Çox gözəl işlənirdi. İndi mütəəssifanə Farsı dilinin altında bu bizim dilimizdən yığışıbdır, işlətmir o. Filan şeyə bir göz atdım, göz saldım. Çox gözəl idi. Çün künkalika əsər bari söz. Bu günlükla, ilakay, yəni illa biz, günlüka, günlüğünə, əsər bari söz, günlük əsər kimi bir şeydir. İndi bunları da bu Cüğatay Əfqanistanda işlənən türkü 600 ilə yaxın bundan öncə yazılmış bir türküdən danışırıq və mən də bir şəxsəm ki, təəssüflə türk dilində heç bir təlim görməmişəm. Onun üçün bunları mənə bağışlayacaqsınız. Nəsriddin Dağı Bəhrəvər Bulğay. Bəhrə sözü də ehtimalən yerə türküdür, işlənir. Pöhrə və bəhrə. Pöhrə ağac, mənim yadıma gələn beləsi olur ki, əgər ağac məsələn başlayır, taza yarpaq, taza qanad çıxasın, ona pöhrə deyirlər. Ya deyək ki, hədə pöhrə. Ya məsələn deyək ki, bir ağacı əhmişik, yerdən başın çıxadır, ona pöhrə deyirik. Ya ağacı kəsmişik, yerindən tazaşdan bir oradan-buradan çırtlayıb istir, oradan bir göyərsin ağac. Ona pöhrə deyirlər. Pöhrə, bəhrə sözü də oradan gəlməlidir. Məncə belə, mən dilçi deyiləm ki, yenə deyirəm bunu. Amma nəzərimə gəldi ki, oradan. Nəşriddin Dağı bəhrədir bulğay. Bəhrədəki pula deyirdik, yəni nuzul. Bugünkü nuzul da demirdik, nuzul bir ayrı bir şeydir. Bəhrə bir pulu veririk birinə, o işlədir, ondan bir bəhrə götürürük. Həman pəhrə olacaq, ya pöhrə, oradan ayrılacaqdır məncə. Ki, o puldan bir şey çıxır. Yəni, bir pulun əsli var, ağac deyək, oradan bir taza bir şey çıxır, o çıxanda onu mən götürürəm. Nəşriddin Dağı Bəhrəvər Bulğay. Nəzmiddin Dağı bir xəbər bulğay. Bunda şeir, biri nəsr, biri şey. Bugün olsa hədis larğa müti, mankla bulğay mühəddis ana şəfi. La yu'minu əhədin, kitabın adını burada demədim. Təəssüflə elə həman 40 hədis olacaqdır, ya sehil hədis olacaq. Hələ buradan onu gördük. La yu'minu əhədin kəm hətta yuhibbul laxiyətən liəxihi ma yuhibbillə nəfsi. La yu'minu min əhədin kəm hətta yuhibbə canına istir, özgüyə də istəyə. La yu'minu min əhədin kəm heç bir insani mümin olmaz, hətta illa ki möminliğin şərti budur. Möminliğin şərti var. Nədir? Yuhibbil əxihi, din qardaşlarına və insanlıq qardaşlarına o şeyi sevə ki, ma yuhibbu li nəfsi, ki ma yəni o şeyi ki öz canına istir. O şeyi ki özünə xoş görür, lazım görür, onu özgələrə də görsə bu şərtinə müsəlman olar, mömin ola bilər. Möminlik, müsəlmanlıqdan danışmır. Burada mömin insan elə bir insandır ki, o şərtinə, bir şərtinə mömin olar. Heç mən bunu bilmirdim. Ki, hər nə ki özünə xoş görür, ya özünə pis görür, onu da özgələrə xoş, özgələrə pis görsün. Belə olmasa mömin deyil. Çox gözəl din imiş. Mömin ermaz dur ol ki iman din. Mömin deyil o adam ki iman və dində ruzigarida 100 səfa gördü. Öz ruzigarında özü 100 səfa gördü. Ta ki
qardaşlarla görməz ta ki o 100 səfanı qardaşlarına rəva görməz. Ta ki qardaşı qar və görməz, onlara görməz, qardaşlarına görməz. Hər nəyi kim özüqa rəva gördü. Hər nəyi ki özünə rəva gördü, onu qardaşlarına rəva görməsə bir mömin deyil. Bu da türkcə bunun şeiri. Gedək o birisi səhifədə, o birisi hədisə. Mən la yerhamun nas, la yerhaməhullah. Hər kəs insanlara, orada mömin dedi. Burada deyir insanlara, hər kəs insanlara rəhmət eləməsə, mehriban olmasa, rüufət göstərməsə, Allah da ona rüufət eləməz. Tənridin rəhm əgər təməə qılsan, Tənridin əgər rəhm əgər təməə qılsan, əgər tamahın var ki, Allah sənə rəhm eləsin, olmaq gərək ki, sən İlqa rəhim. Olmaq gərəkir ki, sən ilqa rəhim. Deyir, bu olmaq gərəkir ki, sən özün rəhim olasan. Əgər sənin ürəyində rəhmət yoxdur, bağışlamaq yoxdur, birinə yardım eləmək yoxdur, deyir, Allahdan necə istərsən ki, səni rəhmət eləsin. Hər kişi kim ulusğa baxın, İranda mütəəssifانه belə farslılar gəlib hər kəs özünün bu dövlətdən, bu millətdən qoparsın, özün çıxasın. Farsların əlinə bir dəfə tarixdə hökumət keçibdi. Hər kəs özünə qazanır. İxtilas, oğurluq, yəni milləti çapaq özümüzə qazanaq. Deyir, bu nədir? Hər kişi kim ulusğa, hər kəs ki millətə rəhm etməsə, ana rəhm eyləməz rəhim-i kərim. Ona o Allahi ki rəhim-i kərimdir, o da rəhm eləməz. Bunu görəcəksiniz. Bunlar rəhmə muhtac qalacaqlar. Əl-muslimu mən səlləməl muslimunə min lisanihi və yədihi. Müsəlman odur ki, indi bir yolu 3 dana gələ. Əvvəl dedi mömin, sonra dedi insan, indi deyir müsəlman. Müsəlman odur ki, əl-müslimi mən səlləməl müslimunə, müsəlmanlar onun əlindən və dilindən rahat qalalar. Kim müsəlmanlıq ilə dəva, hər kəs müsəlmanlıq iddiası eləsə, kül müsəlmanlıq eləsə dəva, çün imas gər fəda qılır canlar. Deyir, necə? Çün imas necə eləməz ki, gər fəda qılır canlar ki, canlar fəda qılır, ol müsəlman dururlə salimdur. Ol müsəlmanlıq salim o zaman olar ki, yetiliyo ikili ya bitli birli ikili din müsəlmanlar ki, onlar birli və iki. Hər halda bu bəhslərdən geçək, tez bir hədislərə baxaq. Bu cəlib hədislərdən xislətani la yectəməani fi müminin əl-buxlu və su'il xulq. 2 dənə xislət mömündə, mömin dedi, bəli, 2 dənə xislət mömündə olmaz. Olsa bu adam mömin deyil. İslam dinini qəbul eləməyibdir. Mömin yəni iman gətirmək. Nədir? Biri bəxl, buxl və biri su'il xulq, əxlaqın pisliği. O adam ki, əhliyalına, dədənənəsinə, bacı qardaşına pis əxlağı vardı, qonşusuna, millətinə, deyir, bunlar köməklik eləməkdən əlindən gəldiyi qədər ondan qaça. Bu da şeydir. Görək bu nə deyir? Mömin irsan qılıb dürünni nisar. Deyir, əgər möminsən, içindəkin ya şeyindəkin nisar eləməlisən. Eylə bilə, il bilə, ruşən ol. Nə üçün kim şam?
eli il belə. El da, el yəni bizim elimiz, obamız. El yəni millət. Yenə də millət mənasında. El, millət mənasındadır. Ulus da ellə. El ehtimalən taza bir şey olar. El ilə yelin arasında şəbahəti görürsünüz da. Yəni millət də yel kimi bir şeydir. Ehtimalən. Mən bunu indi o cür deməyim. El bilə, el ilə bərabər roşən ol. Nəçün, kim, şəm. Eli işıqlandıracaqsan şəm kimi. Şəm neyinir? Şəm yanır, ev işıqlanır. Deyir ki, el bilə roşən ol. Nəçün? Roşən elə, işıqlandır eli, misli şəm ki yanır. Sana kim Təngri, heç mümin da, sən ki Tanrıya möminsən, bəxlu bədxuyluğunu qılma deyəcəm. Ki, həm buxli, həm də bədəxlaqlığı bir yerə deyir, qəbul eləmir, olmayacaqdır. Əs-sahbətü təmnə'ur rizq. İndi bu əs-sahbə nə mənədir, onu görək. Sübh uygusun, əs-sabahatu təmnə'ur rizq. Sübh uygusun ol ki iladı, tərk o ki sübh yuxusun tərk elədi, rızq nuriz uzunqa tuş gülər qurqay. O rizq nurəs üzünə tuş gələr. Tuş gəlmək, rastlaşmaq. Rast sözü ki ehtimalən farsca ola bilər. Əlbəttə fars deyil, amma bunun yerinə biz tuş gəlmək işlədirdik qabaqca. Mənim yadıma gəlir, kətdə də bunu işlədirdilər. Tuş gəldim. Filan kəsə tuş gəldim. Yolumda filan kəslə tuşlaşdım. İşlənirdi bu. Görqay, ol ki qəflətdin, burada nomi sübh, eti nomi sübuh, o ki qəflətdən yata, ta sübhəcən, yəni sübh yuxusun yata, bu şərəfni məgər ki tuş gələ buna bir şərəfi, yəni bir ruzi buna tuş gələ. Məgər beləsi bir. Hər halda çox bir cəlib bir kitabdır. Əd-dünya məl'unə, məl'unun ma fiha illa zikrillah. İnnəllahə yuhubbus sahlət talqi. Həqsini sivkay il bila bulsan, tillo günlü gni bir qılıb yekruy ehtimalən. Bunu biraz hər halda oxuya bilmirəm. Dum alət təharəti yusa'u aleykər rizq. Gər həmişə təharətin bulsa, düm alət təharəti. Təharətə, paçlığa himmət elə, qalx. Yusa'u aleykər rizq. Təharət, paçlıq, rizqi çoxaldar. Dəriqa ola ki, la yədğu, la yəldəğu əl-mu'minu min həcrin vahidin mərrəteyni. İndi burada ehtimalən cəhrin ya cuhrin vahidin, cuhr olacaqdır ki, ey ki bir miti muzidin, oxuya bilmirəm mütəəssifanə, utlubul xeyrə ində çahanil vücuh. Bu 40 hədis də hər halda bunu bir səhifələrinə biraz gedək qabağa. Çünki 100 kəlmə nədir? 100 kəlmə ehtimalən elə bu şeirləri deyir. Yəni hərəsinə bir neçə sətr yazıblar da, yəni onu deyir. Mən indi buradan bu yüzəsinə baxım. Hər hədisə 4 misrə yazıblar, yəni 2 beyt yazıblar. Bəlkə o 40-dan inlər 90, bəlkə bunlara bir bəzisinə də, əvvəldə də bir neçə orada da yazmışdı bir neçəsinin, yəni bir uzun şeir də əvvəldə yazmışdı, ehtimalən onlarının 100. Bəs bu o cür qutardı burada, bəli elə o olacaq, mən o cür gördüm.
Amma bunun son səhifəsini oxuyaq, xatiməsini oxuyaq, görək ki, nə yazıbdır. Əl-kəlimətu təyyibə sədəqətun. Yaxçı söz özü elə sədəqədir. Deyir ki, filan kəsə sədəqə ver, deyir, yaxçı sədəqə, yaxçı söz, yaxçı nəsihət özü, yaxşı söz bir ləhacət əhlin sevər. Bir sanın yaxşı təəmə dən nəfəqə. Ni üçün kim rəsul qovli belə, yaxşı söz bardur, İlə kim sədəqə. Yaxşı söz Həzrət Rəsul sözüdür, deyir ki, yaxşı söz bardur, yaxşı söz var ki, ola bilər, ilə kim sədəqə. Xatimə. Ey ki şəxsini xaliqi fəttah. Ey ki şəxsinin xaliqi fəttah. Dedi xammar ərbəin səbah. İndi xəmmərtu, yəni ehtimalən xəmr içdim, 50 sübh. Ərür ol ərbəinün əvvəli halı, ilə bu ərbəinü bila əmali. Əgər o ərbəyinə çatsın o 40 günə, əvvəlcə hal, ilə bu ərbəin bila əmali. Bu ərbəyinlə də əmalın düzət. 40 gün əgər məşrub içmisən, özünü günaha vermisən mənzur, İndicə bu 40 hədisi özünə əməl elə 40 gündə sən bir doğru insan ol. Gər bu növ 2 ərbəin mövcud, əgər indi beləsiz olsa 2 ərbəin var. Bulsa şayət ki tabaqsın məqsud. Əgər bu 2 dananın bulsa şayət ki baqasın məqsud. Şayət ki tapqasın. Şayət ki tapasan məqsuda ələ gətirsən. Yetba məqsud müddəa birlə. Əgər məqsuduna, iddiana istəsən, əl tapasan, məni yad itqasın dua birlə. Məni də yad elə duavınlə. Ki növ inə ol dua itqay. Bülbüli ruhinqə. Ki növ ol dua itqay. Bülbüli ruhiqə bu itqay. Ki növ bilmirəm nədir. Növ iqə yəni bu növa ol dua itqay. O dua yetişər. Ehtimalən burada ki bu olacaqdır, n olubdur. Mən bilirəm, nu ki bu yəni. Ki bu iqə yəni mənə ol dua yetqay. O duan ki göndərirsən, o Fatihə deyirsən, o mənə yetər. Bülbüli ruhiqə nəva yetqay. O bülbülü ruh bülbülünə o nəva, o oxumaq, o yəni o dua yetişər. Kifayət edər. Kətəbəhu Sultan Əli Əl-Məşhədi. Mən Məşhədi oxuram, ehtimalən elə o cür olacaqdır. Kitabı yazan kimdir? Sultan Əli Əl-Məşhədi. Yazan budur. Qəfərəllah ləhu fi sinəyi əhda və səmanə. Kim yazıb bu? Bunu yazan kimdir? Yəni nəssaxdır bu. Nəssax, nüsxə götürən. Kimdir? Sultan Əli Əl-Məşhədidir. Qəfərəllah ləhu fi sənəyi əhda və tisəmə. Kitabı yazdığı, yəni nüsxənin tarixi. Nüsxənin tarixi 901. Kitabı 886-da bunu yazanlar, hədisi toplayanlar 886-da toplayıblar, yazıblar. Amma bu xoş xəttinə yazan insan Sultan Əli Məşhədidir ki 901-ci ildə yazıbdır. Elhamdülillahi əla tevfiqi itmam hazihil ərbəin və səlatu və səlamu əla Muhammedin və alihi əcməin. Kitabın da burada axırında möhrü qoyubdur, gedibdir. Görək ki, bu kitabı biz
üst-üstə 1 saat qoyduq. Tamam, biz elə çünki 2 saata təqribən bərnamələrimiz gedir. İkinci kitaba da bir göz açaq, görək ki, ikinci kitab nədir? Açmışdıq əslində. Qeyd edəcək bura ki, nə? Burada ikinci kitab da buydu. Görək bu Hülliye-i Mevlana Celaluddin Türki. Görək ki, bu nədir əslən? Bir bunun elə zahirinə bir baxaq, görək ki, bu kitab nə cür görsənir. Kitab bəllidir, köhnəlibdir, çox işlənibdir, möhürlərə baxın, bir dünya möhür var üstündə. Mən 2 dənə möhür görürəm, bir dünya 3 dənə möhür görürəm. 1182-ci ilinin tarixi burada görünür, vurulub üstündə. Bunlara qeydib baxarıq, indi feylən zahirinə baxırıq, görürük ki, burada nə yazıblar. İkinci səhifəyə gələndə kitabın özünə gəlirik. Səfəvidə belə yazılır. Səfəvidə əgər buna baxsaz, burada bu günbəz dediyimizi görürsünüz. Onun içində güllər, düşüncələr var, amma eşiyə çıxmır. Altında da bir dənə beləsi bir deyək ki, kaşikarlıqdır. Çox sadə, orada burada bu tərəflərdə sağda solda bir gül, vəsətdə Allahın adı Bismillahirrahmanirrahim olacaqdır ki, burada görürsünüz ibtidakərdən Tevhid-i Xuda. Beləsi bir şey yazıbdır. Ehtimal verirəm ki, bu Səfəvi dövlətində yazılmış bir kitab olsun. Elə bu qiyafəsindən deyirəm, heç zatdan demirəm. Elə görürsünüz ki, həman o Bismillahirrahmanirrahimin yerinə yazdığı qıraqlarında o əksi şeirlərin də hamısının başlığı yazılanda elə onu yenə qoyubdur. Görürsünüz ki, bu 2 səhifədə çox qalin çarçıvə çəkib dizibdir. 2 dana dövrəsi, hər 2 çarçıvənin dövrəsi qərə xəttinə, biraz qərə xəttinə, içi də təla ya qızıl rəngi ilə boyanıbdır. Tamam kadrlar beləsidir. Bu kitab yazıb 5 səfədir. Baxaq görək ki, 5 səfədə nə çıxar ki, bunun bir səfəsi bu idi, cildi idi, getdi. İkinci səfəsi bu yazı, bu 3-cü səhifədir, bu 4-cü səhifədir və 5-ci səhifədə qutardı. Yəni cildi də yoxdur da. Yəni bu o tərəfdən götürmür. Üst-üstə 10 səhifəlik bir kitabla üzləşdik burada. Ona görə bu kitabı bir baxaq. Ehtimal verirəm dediyim kimi bu kitab burada bir atif ehtimalən Ufuq, atif, Ufuq beləsi bir şey oxunur. 26-56 deyə bir nömrə burada görürəm. Cildin içəri tərəfində yazılıbdır. Bu birisi səhifəyə gələndə görürük ki, burada bir əvvəl bir kəlmə yazılmışmış, onu siliblər. Əmdidir. O biriləri çox silinməyibdir. Bu əmdən silinibdir. Amma bəlkə də biraz şey olsa oxuna bilər. Oli adlı, o hər nə mənada adlı və Mevlana'dən Avlad Mevlana'dən Lütfi Ciddi Mullay Rum. Bu beləsi oxuram. O əvvəl sa ilə başlayan bir yazı görsənir. Nəymiş? Silinibdir. Avlad Mevlana'dan Lütfi Ciddi ya Ciddi Mullay Rum Həzrətlərinin Hülliye-i Mübarəkləri nəzm etmiş. Bunu Hülliye ehtimalə yəni evladı. Bunu şeirə çəkmiş. Nazimi. Bir dənə indi burada Nazimi görürük. Lütfi Çələbi. Ehtimalən beləsi oxuyacaq. Xələbi ki, oxuya bilmərik. Orada əlbəttə bir dənə Kəbə yazıb. Vəqəi 605 oxuram mən. Ya da 0505 oxuram. Səneyi 0505 başdapıram nə mənə. Amma orada bir vəqəə var. Vəqəi, yəni onu istir tarix qoyub orada. Bəlkə də 1005 olacaqdı, beləsi qoyub ona görə. Bunu bilmirəm, yəni orada bir şey ədəd görsənir. 1, 7, 1, 7, 0,
05 belə bir şeylər görürsəndir, amma yaxşı düşmübdür. Nazimi indi bu şeiri kim çəkibdi? Üstə də Lütfi Ciddi Molla-i Rum Həzrətlərinin Hülliye-i Mübarəklərin nəzm etmiş. Hülliye-i Mübarək ehtimalən onun bir mən bunu Hülliyənin şeyi oxudum. Evladı yox. Onun bir yazısının adıdır ehtimalən. Hülliyə onun bir Həzrəti Mevlana Həzrətlərinin Hülliyə adlı bir sözü var, yazısı var. Onu şeirə çəkibdi. Kim? Lütfi Çələbi. Hə, indi burada da yazıb ki, ona Lütfi Çələbi kimdir? Fi Nəfsamülər xanəsi şeyxlərindən. Bu bir yerdir, mən oxuya bilmədim onu. Fisamülər xanəsi şeyxlərindən. Bu bir yer vardı, bir yerdə şeyxidir, onun adı Fisamülər. Belə. Ərlərmi. Aha, indi burada il gəlir. 1150 burada oxundu. Yəni, bunu indi burada oxuya bilirəm. Bir dana 1150 burada var. O üstdəki, əlbəttə mənim nəzərimə o çox mühümmüş, hər nəymiş orada yazmışım. Amma burada bir dana kitabın adı Hülliye-i Cəlaleddin Rumi. Molla Rumi. Molla-i Rum. 1100 ilində bu əlamət oxunur. Yenə altında bir şeylər yazılıbdır, siliblər. Yəni bu kitabı rəsmən istəyiblər ki, oxunmasın. Bəzi şeyləri burada o insanlar var, bir-biri ilə düşmən olarlar. Bu götürübdür, orada onu silibdir, adı orada silməkdən bəllidir. Burada da təzəşdən gəlibdir, burada bir şey yazılmışmış, onu silibdir. Bu əvvəlində nəymiş o gedibdir? Əl-Asru. Oxumaq olar, bunu biraz adam vaxt qoysa, İbni Əl-Fəqir ola bilər. Oxumaq olar. Mən yox, amma bunu olar ki, bu cür yazılar silinibdir, ya hətta yanıbdır, onun götürmürlər, onu bir cür ruhunun oxurlar, onlar oxuya bilərlər. Möhrə baxaq, bu möhür nədir? Deyir ki, Əl-Fəqir Əl-Hac Müstəfa Sidqi. Buradası oxuya bilmirəm. Üstdə də bir Minəl Təmlikat ehtimalən olacaqdır. Minəl Təmlikati Əl-Fəqir Əl-Hac Müstəfa. Burada da bir şey yazılıb, onu da oxuya bilmirəm. Sidqi Qəfərallah de nədir? Belə bir şeydir, amma Allaha aşağıda yazmazlar. Qəfərallah olmaz. Allaha aşağıda yazmazlar, illa ki, deyək, Allaha aparıb üstə yazıbdır. İndi bu onları sildibdir, amma aşağıdakı eyni xətt ilə, eyni rəng ilə aşağıda yazılan buna diqqət eləyək. Görək, əcəba bunu oxuya bilirik ya yox. Burası qalıbdır. Atinədəki əksinə naz eylədin afət bir həştə eylər ikə. Bunu oxuya bilmirəm. Yəni, çox xoş xət yazılıb məsələn. Burada da tarix vurubdur bu şeirə. 1183. Bu da bir tarixdir. Bu kitabın burasına vurubdur. Sənəsi
olan Qarman Ami oxuya bilmirəm, əfəndi. Hər halda burada da onun adı gəlir. Bu şeydə də hüvə şərrəfna mola el-mətalaha lehul hamdu vel minne vel lisan ve yemlikul mazir şer'el Ahmedin damad amal ma iradə. Bilmirəm bunlar nə mənədir. Yəni o nöqtə də qoymayıbdı, mən də oxudum. El-mütercim el-mektubat el-qudsiyə müstəqim ibarə. Burada da ehtimalən mütercim el-meknunat el-qudsiyə hum yasrafu xatar el-mevcudati mütercim el-mektubat el-qudsiyə el-müstəqimi el-aqall el-ibarə. Ən şeylə. Burada da Tazaşdan bir böyük bir möhür vurublar. Bunları oxumaqdan geçək, çünki bunlara zorumuz çatmadı. Gedək kitabın özünü oxuyaq, görək ki, burada nə yazıbdır. İbtida kərdəni tevhid xuda. Tevhid kəlməsi də silinibdir, Tazaşdan yazılıbdır. Yəni ehtimalən tevhid burada deyilmiş. Bir ayrı kəlmə yazılmışmış, onu siliblər Tazaşdan. Hamd ol padişah danaya ya da dana beh danaya. Hamd ol padişah danaya o خداوند جهان آرایه که بنی آدمی ممتاز etdi hüsn خلقی ilə sərəfraz etdi. Dedi şənində لقد کرمنا حبذا فضل و کرم لطف و عطا صورت و معنیده تکریم etdi مظهر احسن تقویم etdi قودی فرگنده کلاهی عزت قودی همان olacaqdır. Bəs qudi əlbəttə qudi kimi yazılıb, yəni qudi fərqində. Fərq sözü görürsünüz, biz indi bunu işlətmişik ərəbcədə, farsda da, fars təsiri altında işlətmişik. Yəni bir-biri ilə ayrı olmaq, fərqli. Amma burada nədir? Fərq sözü baş anlamındadır. Farsıya gedibdir, dəyişilibdir. Qoydu fərqində külah-i izzət həbli-i behcəti qıldı xələt hülliye-i behcəti. Ehtimalən hülliye-i behcət kitabın adı olacaqdır. Ehtimalən, bilmirəm, hələ feylən hülliye-i behcəti qıldı xələt vəthi xubanidən hüsnülə mah vəthi xubani edən hüsnülə mah etdirən aşiqə cankah etdirən aşiqə ahi cankah pərtuvi hüsnü təcəllasidir. Pərtuvi hüsnü təcəllasidir. Ləm'i nur dilarasidir. Ləm'i nur dilarasidir. Nuri pərvanəsidir müştaqan. Nuri pərvanəsidir müştaqan. Hüsnü dildadəsi oldu xasan. Lütfüdür ba sənə yox sənə yox hədd-ü kənar. Lütfüdür ba sənə yox hədd-ü kənar. Lütfü dəryasına oxu, okey. Bir nöqtədir, amma bunu belə dərya oxusaq qəşəng gəlir. Lütfi dəryasına yox hədd-ü kənar, günc ehsasına yox ədd-ü şumar. Orada bu şeir qutuldu. İkinci şeir. Məti an Həzrəti Sultan-ı Rusul. Dəxi səddür təhabayı bəhayin
Bunu oxuya bilmədim. Dəxi səddür dahi səddür تهابای بهین صلوات شرف آیین گزین حضرت مفخری موجوداتون اعنی نازنده قربی ذاتون اده ایثار او خداوند انام روزه صدر نشانین مدام Gedək o birisi səhifəyə baxaq görək ki, nə var. Edət hakim bu fələklər dövran. Edət hakim ki bu fələklər dəvəran. Dövran deyil, dövran dəvəran sözünün farslaşmışıdır. Edət hakim bu fələklər dəvəran. دور ایده نامه و مهر تابان دور ایده نامه و مهر تابان oldu خلاق جهانه محبوب oldu خلاق جهانه محبوب şübhəsiz Hazreti Hakk'a مطلوب izzət ilə o Resul Ekmel izzetiyle o Resulü Ekmel bilmirəm. O şəhənşah Nəbiyyü Mürsəl Ekmel olacaqdır o. İzzetiyle o Resulü Ekmel. Burasını əlbəttə deyim ki, zahirən bir şeylə bunu bir dəfə siliblər. Yəni kağızda o silmək yeri burada iki yerdə kağızı belə bir şeylə qazıblar. O qazmaq yeri görsənir. İzzət ilə o Rəsul-i Əkməl, o şəhənşah Nəbiyyü Mürsəl çakəridir anun ey mərd gözin. Çakəridir anun ey mərd gözin. Cümlə əhli səma, əhli zəmin. Al-u əshab-ı kiramüz dərun. Al-u əshab-ı kiramüz zədərun. Çox səlam ölə ki həddidən birun. آل اصحاب کرام از درون çok selam ola ki haddinden burun ettiler dini mübine hizmet oldu her birisi has ümmet Leyli evvel zümreyi Leyli o zümreyi pak az dil Leyliyi, indi bunun üstüne bir şey koyubdu. Mən Leylə oxuram, amma ola bilər ki, ayrı bir şey oxunabilsin. Leyliyi o əvvəl zümri-i pakə əzəldən, əzəl, az dil də oxunur əlbəttə. Leyliyi ol zümri-i pakə az dil, az dil, iqtida etdi be sidqi kamil. Az dil olacaqdır, bu da kamil. Rəh din içrə hidayət buldu, sahibi izzü səadət oldu. Üçüncü şeir. Baisi dayi nəzm. Niyə istir ki, bu şeiri yazsın? 10 səhifəlik bir şeydir, bir şey deyil, oxumaq olar. Səbəbi nəhliyeyi səmti kəlam. Şayət də təhliyə ola. Səbəbi nəhliyeyi səmti kəlam belə dərdinlə gəl ey nikunam. Bu
Böyle dərdinlə gəl ey nikunam. Gördüm ol Həzrəti Xaqanın, hüsnü nəzmin o şərəf ayinin. Ki bəni Həzrətinin mədhətini, ki Nəbi Həzrətinin, Nəbi geri oxunsun, ki Nəbi Həzrətinin mədhətini nəzmi rə'naya qumuş zinətini, dəxi curi səadət əsərün, tərz inşasın o xeyrül xəbərün. Vəsf əshab rəsulə himmət eyləyib buldu anınla dövlət, həm nişati sərvər asarın, şe'r zibasını ol xoşkarın. Ənbiya nəətini ba hüsn kəlam, silk təhrirə qumuş bil ikram. Düşdü nagah həvəsə bu dil zar, yəni vəsf etmək üçün bir dildar, bəri dildar ya bir dildar. Görək ki, şeirimizin davamı nə olur? Həmçü nalə edərdi hər an. O nalə-i ney şeiri var ha. بشنو از نی چون حکایت می کند، از جدایی ها شکایت می کند، ona اشاره edilir. همچو نی ناله ederdi her an. Ateşi ahle oldu, ateş ahle oldu suzan. Dedim ey dil neden oldun nalan, suzuşu derdini etme pünhan. Pünhan değil, pünhan. Dedi ey gərqeyi bəhri üsyan. Dedi ey gərqeyi bəhri üsyan. Bu belə bihudə gərzmi insan, gəzərmi insan. Bu belə bihudə gəzərmi insan. Gəzmək. Həmdəmi şahid eşqi pak olar. Həmdəmi şahid eşqi pak olar. Şoqi bəzmində gəriban çak olar. Sıdq و اخلاص ilə çün Mevleviyan. İhtimalə o Mevlevi ki orada oxuduq o olacaqdı. O şeyxiyənin. Belə meydanı suxəndə dəvəran. Hülliye burada gəlir o şey. Hülliyesin Həzrəti Mevlana'nın nəzm eylə ol cöhər-i rə'nanın. Nə'ti xahində, نعت خانیده سخن پرداز ol. نعت خانیده xanlıq oxumaq, yəni oxumaq. نعت خانیده سخن پرداز ol. Əndəlibi gül bağı raz ol. Hülləsin sən də cəlal aldın. Hülliyesin sən də cəlal aldın. Qıl təbərrük o kərəm kanin. Oğu ayini sənasın cana, hüsn ovsafini eylə inşa. Gӯş edincə bu kəlami dildən, yəni həmrazım olan biğəldən. Arzu oldu bana leyl و nəhar, vəsf fərxunde hüsni dildar. Oldu bu vəçh ilə dildə xahiş, eylədim bəndəxi səyu کوشش. تا مرادم bu ki ey نیکو خو, səbəbi əfvim ola bu tək
Bu tək bu. Nə olum mən ki deyim mədhətini, nə olum mən ki deyim mədhətini, böyle âli nəsəbün rütbətini. Nə ola zərri naçiz و həqir, ki edə hüsnünü şəmsün təqrir. Deyir zərrə necə eləyə bilər günün, şəmsün hüsnünü, gözəlliyini yaza, bəyan eləyə, təqrir eləyə, iqrar eləyə. Olya bəzminə oldu davər, ətqiya cəminə oldu sərvər. Nə ləyaqət ola bəndə hala zərrə dəndə, zərrədən də dəxi dونم اما دون aşağı. Don da ki deyirik bəzən yəni aşağı. Don sözü ehtimalən, əlbəttə o dun ki burada gəlib ərəbcə sözdür, amma biz bəlkə oradan almamışıq. Elə don sözündən dun. Nəzər etibdi əgər ol dara. Nəzər etibdi əgər ol dara, zər olur mərmər səngi xara. Himməti paki olur rahnəma, aşıqi sadiqə ba lütfi xuda. Nur توفیق رفیق olduğu dəm, başladı şoq ilə göftara qələm. Hilliyə Həzrəti Molla Hənkar. Görək bu nə mənə olacaq, oxuya bilmədim bunu. Həzrəti Molla Hənkar. Hülliyəsin Həzrəti Mevlana'nın, döklə pirayəsin, dinlə pirayəsin ol sultanın. İlin ani, eyliyən ani şəha zib kitab. Eyliyən ani şəha zib kitab, zib zinət. Yazdı bu rəsmə neçə ləfzi səvab. لون سیماسنی ol رب مجید گویی یا qılmışdı verdi sepid, verd gül. Nur vecihini o şahın hergah, nur vecihini o şahın hergah, dedi gördükdə mühri şeyillah. لوح پیشانی ایدی روشن. لوح پیشانی پیشانی پیش ne demektir Türkçe'de? Loh-i pişanisi idi roşen. Mesela oldu açılmış susen. Nur-i Kudsi ile ol tolmuş idi. نور قدسی ایله او تلمشدی قبط آورده ای بدر olmuşdi قبط آورده ای بدر olmuşdi şikli ابروسی idi همچو hilal böyle nakşi itti hakimi müteal iki misraisiye لونیدی تا iki misraisiye لون idi ta mətlə-i hüsnə olub zinət əfza. İttisal üzrə dəgül ol qəşələr. İttisal üzrə dəgül ol qəşələr. Xoş nəma idi o ali mənzər. Bu qəşələr, meşələr nə olar? İttisal üzrə dəgül ol meşələr ehtimalən olsun. Qəşələr oxuram, amma qəşəy məni vermir, bilmirəm. İttisal üzrə dəgül ol meşələr. Meşə cəngəl olur farsca. Xoş nəma idi
o ali mənzər. Buradan deyirəm onu, meşə oxuyuram bu ali mənzərə görə. Amma bəklədi hüsnü sərayın güya. Bəklədi hüsnü sərayın güya. Qarşı iki hacib məsəla. Qarşı iki hacib məsəla. Oldu vase 12 çeşmi xumar. Oldu vase 12 çeşmi xumar. Məst edərdi görəni ey hüşyar. Nə ziyadə səruidi, nə siyah. Bu sər ki deyibdi, nə ziyadə satla yazılıbdır. Bilmirəm nə mənasındadır. Nə ziyadə sərvi-idi, nə siyah. Bu səru ehtimalən, səru idi. Ya sərv, bilmirəm. Amma rəng mənasındadır. Yəni, nə ziyadə səru-idi, nə siyah. Siyahdan bəllidir ki, bu səru bir rəhdir. Amma nə mənədir, bilmirəm. Əgər yazsaq Google-ə ehtimalən gətirəcək ki, səru çe rəngi əst. Yazaq görək ki, gətirir belə bir şey. رنج برگ‌های درخت سرسبز تیره است. البته burada سرو bunu gətirdi. Bu sərvi tamam, bu sərvi məni edir. Rəngi bərgha. Bu o mənada ki, bu işlədibdir. Ola bilər, amma o deyil. Hər halda nə ziyadə səru idi, nə siyah, dilruba idi o gözlər ki nicah, o gözlərdəki nicah. Nə ziyadə səru idi, nə siyah, dilruba idi o gözlərdə nicah. Rəşk gedərdi xütəni ahusi əgər çeşmi şahanəsinə qılsa nəzər. Müshəf ruyi içində anun bini paki o alişanun beni nəbi. Müshəf ruyi içində anun nəbi paki o alişanun خوب و موزون الف سیمندان خوب و موزون الif سیمندان böyle nakş etti deyin ahli kelam. Ne mülehhem idi ruhlarına nehif. Ne mülehhem idi ruhlar ne nehif. Noşüküfte gül idi vəthi lətif. Xətt-i şiringi dəxi oldu lətif. Xətt-i şəbrəngi olacaqdı. Xətt-i şəbrəngi dəxi ehtimalən bu qismət ki, buradan bilmirəm. Mən xətt-i şəbrəng bilmirəm nədir. Xətt-i şəbrəngi dəxi oldu lətif. Cədd-i əlası gibi üstü nəhif. Sübh didara edi zinətdə. Sübh didara idi zinətdə. Şöyle ki oldu görənlər valeh. Zinətdə valeh. Gər siyah rəng idi deysən qail. Gər siyah rəng idi deysən qail. Leyk fil cümlə səruyə mail. Səru dediyim kimi rəngidir, amma burada bilmədim nədir. Səruyə mail. Nam əlqamə idi həmçü rəsul. Bu əlqab olacaqdır. Nam əlqamə idi həmçü rəsul. Əlqabə də demək oya bilər, amma nöqtəsi yoxdur, mim oxunur özü də. Nam əlqamə
ایدی همچو رسول جمله اعضاسی لطیف و مقبول. لحم جسمی وسط الحال ایدی هم، لحم جسمی لحم جسمی وسط الحال ایدی هم، عشق بخشی ادی اوزاتی خرم، عشق بخش ادی اوزاتی خرم. دخی بی موی ایدی جسم زیبا، دخی بی موی ایدی موی یعنی tük. Dahi bir müv idi, möv ehtimalen olsun. Mu sözü möv sözünden gelmiş olsun. Mev sözü de şeydi. Üzüm ağacının ağacına deyirlər. Möv. Ehtimalen bu oradan tükə də mu ki deyibdi farslar. Çünki onun üzüm ağacı belə fer olur. Bu da onu o cürsü götürüblər. Ehtimal verirəm ki, mu sözü mev sözündən gəlmiş olsun. Ehtimal verirəm, bilmirəm. Mən dilçi deyiləm. Dəxi bi mevyi idi cismi ziba, simsara gibi, simsara sar gibi, yani simsara gibi idi cana. Gülşəni hüsnən hali müzün, mive-i ilmi lədünlə məşhun. Lədün ilmi ki, örgəşmürük, öz-özlüğündən çıxır. Mive-i ilmi lədünlə məşhun, münhənicə edər idi rəftar. Münhənicə, ehtimalən münhənidən gəlsin. Münhənicə edər idi rəftar, ki odur xalq həbibə muxtar. Meyli ərzə edər əğzan nəhal. Meyli ərzə edər əğsan nəhal. Əğsan ehtimalən bu gülzat ki əkillər ona deyir. Nəhal da göyərəntisinə deyir. Meyli ərzə edər əğsan nəhal, olsa gər mivə ilə malamal. Bir göftar həlavəti idi, bir göftarı həlavətli idi, cümlə-i əxlaqi məlahətli idi. Mülkəti lütfün mülkəti lütfün olub padişahi, daima hilm ilə idi necəhi. Nicəhi yəni gözü, baxışı, nicah. Daima hülm ilə idi nicəhi. O hülliyyət ki deyir, ehtimalən bu hülmüz kəlməsindən, ərəbcədə hər ikisi əlbəttə. Şah-ı iqlimi vilayətdür ol, mərd-i meydan-ı kəramətdür ol. Oldu ol varisi sultan Resul, oldu ol varisi sultan Resul. Biridir dilirlər isə varisi kül. Yeridir deyirlər isə varisi kül. Məş'əl əfruz şəriətdir o mah, rahnuma idi təriqətdə o şah. Keçək o birisi səhifəyə. Dohi-i mərifətün babilidir. Dohi-i mərifətün bülbülidir. Çəmənistan-ı həqiqət gülüdür. Oldu şəhzadə-i siddiq ətiq. Oldu şəhzadə-i siddiq ətiq, o ki dürri məfxəri köynünə sadiq. Görüb ayinini şəmsilə qəmər, görüb ayinini şəmsilə qəmər, döndəriblər vəcdə gəlib şam-ı səhər.
döndülər vəcdə gəl döndülər vəcdə gəlib şam-ı səhər müştəri kevkəbi hər sübh məsa oldu cuyay səadət cana nəyyiri həzrəti Mevlana'dan nəyyir nur verən nəyyiri həzrəti Mevlana'dan şəms qədər o şərəfi munladan munla nə deməkdir? Şayad Mevla sözünün Mevla kimi yazıbdır, Mevla deyil. Nakşinin fikri olub zöhre-i kar. Nakşinin fikri olub zöhre-i kar. O fikrin K elə gözəl yazıblar, elə bir yel əsir. İndi orada bir yerdə oxuyurdum, dedim ki, baş tapanmıram nədir? İndi görürəm ki, hər yerdə K-yi o şəkildə çəşidəsini belə gözəl qoyublar. Yel kimi. Nakşinin fikri olub zöhre-i kar. Əlbəttə bu K onlara ta yazmayıbdır, calibdir. Dəmbədəm eyləmədə nalı-vuzar. Cüyi ya mütrib olub hər şəb-i rüz. Eyləməkdə nəğəmat-ı pursüz. Fəsl edincə neçə uşşaq-u nəva. Fəsl ayırmaq. Fəsl edincə neçə uşşaq-u nəva. Şoq ilə girdi səmainə səma. Şoq ilə girdi simainə səma. Dürr-i əsrar ilə pürbürdür ba. Dürr-i əsrar ilə pürbürdür ba. Pürbürdür ba. Məsnevisidir onun ey dana. Dürr-i əsrar ilə pürbürdür ba. Məsnevisidir onun ey dana. Mülk-ü mənada məarif zیور. Çure-i hər beyti anun bir کشور. Çürre de olabilir, yani küre hemen. Yani yer üzü ki kollen yere dille küre onu deyir. Kürre de olar, çure de olabilir. Çure de yani o yer ki orada od yandırırıq bir şeyi əritmək üçün küre. Calibdir ki elə bir çalışırlar mənim hesabımı şey eləsinlər. Bəli. Hesabıma girdilər, çalışdılar şeyi. Bunu çalışdılar ki hesabıma girib bunu şey eləsinlər. Bağlasınlar, amma şükür olsun ehtimalən eləyə bilmədilər. Mülk-ü mənada məarif zیور. Çuri hər beyti anun bir cüşver. Keşver ki bu cür deyil, keşver. Bəhr zatine görə ol qətrə. Bəhr zatine şure ol görə ol qətrə. İndi orada üstə görə də oxumaq olar bilər. Görə hər beyti anun bir keşver. Mülk-ü mənada məarif zیور. Görə hər beyti anun bir keşver. Yox, görə mənası vermir orada. Amma burada aşağıdakı beytidə görə olur. Bəhr zatine görə ol qətrə. Qətrə amma ki bərabər bəhrə. Elə bir qətrədir ki, bu qətrənin damcının biri tayı dəryadır. İstəyəsən bunu çəkəsən, bəhr ilə, dərya ilə çəkəcəksən. Yəni tərəzinin bir gözünə bu qətrəni qoyacaqsan, bu damcını, o birisi gözünə dəryanın, dənizi qoyacaqsan. Bəhr zatine görə ol qətrə. Qətrə amma ki bərabər bəhrə. مدح و وصفی نه قدر olsa سزا oldu zira که o معشوق خدا وارثی حضرت فخر عالم حرمی سر رسول محرم
614 ol murğ cinan. Tarix verdi burada 604. 614 ol murğ cinan. Tutdu dünya qəfəsi içrə məkan. Doğum günü Mevlana'nın doğum ili. Mevlana'nın doğum ili. 614 ol murğ cinan. Tutdu dünya qəfəsi içrə məkan. 672-də binaz. 672-sində binaz eylədi bağı behiştə pərvaz. 672-də də mərhum oldu. Allahın rəhmətinə getdi. Dinlə ey kilki zəifu qasir. Dinlə ey kilki zəifu qasir. Rəhi mədhində onun fatirdir. Necə çabük rovi meydan suxan. Necə çabük rovi meydan suxan. Dəhi sərbaz deliran suxan. Daxı sərbazı deliran suxan. Sərbaz burada bugünkü sərbaz işləyirik, o anlamda deyil. Sərbaz olar ki, başları ilə oynaya, quşbaz kimi. Quşbaz, sərbaz, yəni o adam ki, başı ilə ya başlarla oynur. Nə idi? Bu, gedirdilər savaşa, ya başlarını verirdilər, ya başları qırırdılar. Ona görə bunlara sərbaz deyirdilər. İndi də qoyublar bir dana bir sistemin adına deyirlər sərbaz. Bu necə əczilə, bu necə əczu neylə nədir bəndu məhal. Bu necə əczi nədir bəndu məhal. Onun tərifinə edəm bəst məqal. Vəsfi əmla və bəyanə sığməz. Vəsfi imla və bəyanə sığməz. Məti ovraq əyanə sığməz. Sığmaq yerləşmək. Sığmaz yəni yerləşməz. Edəlüm səhni duada dəvəran. Böylə ta ki icabət, eyliyə ta ki icabət mənnan. Qiblə-i əltafini həmdəm o lətif, bulə dilxahini lütfi zəif. Çakəri Həzrət Mevlana'nın nəzm edən nəətini ol sultanın. Məsəla kəmtər olardı anın. Məsələn kəmtər olardı anın. Aciz u əhqər olardı anın. Oladdır, hər kisə olad. Məsələn kəmtər olardı anın. Aciz و احقر اولاد آنون. Eylə ya Rəbb mədədi ki yaver. Eylə ya Rəbb mədədi ki yaver. دو جهان ایتر خدا یار یا خدایا رهبر. Cümlə xoş cümlə xahişlərinə vasil qıl. Cümləyi xahişlərinə vasil qıl. Hərəmi vislətə həm daxil qıl. Hərəmi vəslətə həm daxil qıl. Səqlə imanını ya Rəbb daim. Saxla imanını ya Rəbb daim. Zail olmaqdan ani ya qaim. Dəxi divan nübüvvət şəhinün. Dəxi divan nübüvvət şəhinün. Əni ol təxt risalət şəhinün. Cümləyi ümmətinə qıl ehsan. Qəsd و xahişlərini ya Rəhman. Lütf həqqi ilə
lütf haqqı ilə olub səy binam, buldu 1100-də bu namə dəxi tamam. 1100-ci ildə də bu namə 1100-ci ildə oldu bu namə tamam. Tamam. Bu kitab çoxlu tarixlər dedi. İndi 3 dənə tarixi yazmamışam nədir, amma onlar mənə bu 1100 nə idi yazmamışam. 1183-ü də yazmamışam. Bunları niyə yazmadım ki? Bunları demişdi orada. Yazmadım nədir? Yadımdan çıxıbdı ki, o 3 dənə nədir? 4 dənə, indi buradan 5 dənə tarix deyir. Bir də qeydib onu. Mədhəti sədr-i kərimul əxlaq. Axəri sözü budur. Sədr-u vala cühərə cudura. Sədr-u vala cühərə cudura. Dövlətin iyliyə daim mövla. Dövlətin iyliyə daim mövla. Nəzm ilə hülliyi mövlanayı. Eylədim yad dəmi əbayi. Eylədim yad dəmi əbayi. Eyliyub nəsr ləali mədih. Eyliyub nəsr ləali mədih. Hülliyəsin eyləmək ilə təsrih. Əsəri himmət vala cöhəri. Etdi tabəndə bu nilu xəbəri. Kitabın son səhifəsidir. Gəci oldur ciran qədri fərid. Fərid yəni münfərid, taysız. Oldu zivər dehi lohi təsvid. Leyk təbyiz ilə ol nəv əsəri. Təbyiz burada bəyaz mənasındadır, ağ. Leyk təbyiz ilə ol növ əsəri. Etmədim kimsəyə ərzə nəzəri. Vermədim ol cühəri talibinə. İntizar üzrə edəm sahibinə. Hamdülillah ki gəlüb vaxti surur. Sahibin buldu o zibəndə zuhur. Turmuyub eylədim idhafə qiyam. Sədr pakizə dilə bil ikram. Həbbəza sədr müəzzəm ki mudam. Həbbəza sədr müəzzəm ki mudam. Kərəmi təb ilə məşhur binam. Zati mədhətdən. Zati midhətdən anın alidir. Zati midhətdən anın alidir. O qumaşi eləməm qalidir. O qumaşi eləməm qalidir. Didə-i xeyr dua ilə həman. Bana layiq ana olmaq nigeran. Ta be məhşər edə sədrində muqim. O cəhandar xudavəndi kərim. Burada da bir şey yayıb yenə siliblər. Burada da bir şey yazıb mütəəssifanə siliblər. Ehtimalən şərhi dəxi olmaq belə bir şey yazılıb, burada siliblər. Yəni bu kitabı əlbəttə bu tarixlərə qeydib bir də baxmalıyam. Bu kitabı oxuduq. Əslində bu kitabı başdan başa oxuduq. Getdi 10 səhifəni. Bir saatdan da azab 10 səhifəni oxuduq. Məncə çox gözəl idi. Sevdim. Allaha şükür olsun. 210-cu cələsədə eləyə bildim bu kitabı bir az qələt ilə oxuya biləm. Və doğrusunu desəz təqribən %90 da kəlmələri də anladım nədir bu kitabda. Çox sevdim. Allaha min mərtəbə şükür bu günləri bizə ömür verdi.
bu günləri bu fürsət və məcal mənə yarandı ki, Türk dünyasının uyğarlığından, yazı uyğarlığından 2 dənə kitabla tanış olam. Düzdür, bu hər iki kitabın hər ikisinin də səhifə sayı azdır. Biri 40 hədis, 100 kəlmə ilə, yəni 100 dənə şeirlə, 100 beyt ilə o 100 dənə, 40 dənə hədisin mənasını açır, biraz da özünü tanıtdırır. İkincisi isə Həzrəti Mevlana Cəlaləddin Ruminin Hülliyə adlı bir əsəri var imiş. Onu bir adam, bir şəxs ki, öz deyir, mən onun ovladlarından ən aşağı bir adamam, o şeirə çəkibdir və tarixləri də burada yazıbdır. 5 dənə tarixdən ad aparır, amma mütəəssifانه mən bunun iki tarixinin illətini yazmadığım üçün biraz çətinə düşdüm. Qeyd edəcəm, bir də məcburən onları oxuyam, çıxadam və bu yazıda inşallah bunları da yazım. Dostlar əgər müraciə eləsələr daha faydalı olsun. Sağ olun, sağ qalın inşallah. Ömür olsa Allah lütf eləsə və məndə bu həvəsi, Türk dili və tarixi və ədəbiyyatı və düşüncəsi və habelə Türk anlayışın, Türkün necə bir qüdrəti imişlər, hangi fikri, hangi düşüncə ilə o cür bir qüdrətə əl çatmışmışlar ki, dünyanı idarə edilmişlər, bununla tanışmağı mənə qismət eləsin. Ta məndə də o milli düşüncə, o milli ruh, o milli anlayış məndə də tapılsın. İnşallah sizlərdə də tapılmış olur. Sağ olun, sağ qalın. Bir başqa bölümdə görüşmək ümidi ilə hələlik.